İki cisim radiusu r bərabər 30 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Aha. Birinci cisim 10 metr böl saniyə sürətlə K nöqtəsindən keçən anda, ikinci cisim 6 metr böl saniyə sürətlə M nöqtəsindən keçir. Aha, bu cisimlərin ilk dəfə hansı zaman müddətində görüşdüyünü hesablayın. Deməli, əgər 360 dərəcə 2 pi yerə uyğun gəlirsə, 120 dərəcə nəyə uyğun gəlir? 120 360-dan 3 dəfə kiçikdir. 2 pi yeri onda 3-ə bölmək lazım olacaq. 2 vurulsun pi 3-dür. R-i bizə verməyiblərmi? Radiusu verməyiblər. Veriblər 30-dur. Aha, bölək 3-ə. Bu da eləyəcək 60. Aha, deməli başlanğıcda cisimlər arasında 60 metr məsafə var. Özü də eyni istiqamətdə hərəkət edirlər. Onda biz görüşmə anını tapmaq üçün aralarındakı məsafəni nisbi sürətə bölməliyik. Eyni istiqamətdə də hər ikisi sadəqrəb istiqamətində hərəkət edir. Hərəkət etdiklərinə görə sürətlərin fərqini tapmalıyıq. 10-dan 6-nı çıxanda qalır 4. 60-ı da 4-ə böləndə eləyir 15. 15 saniyə sonra görüşəcəklər. Aha.